Mirdamad Dərkol bir daha yerdir ki, vərzişə çox əhəmiyyət verilir. Bax, burada istəxrimiz var, başqahı. Voleybol, futsal, basketbol. Hələ Mirdamad becoz vərziş dost budan kitabxanalar da çox-çoxdur və hamıya dərs söyəndir. Bəhs buradadır ki, nənə-dədələr uşaqlarını gətirərlər, ötürərlər kitabxanaya ki, dərs oxuyarlar. Çıxarlar gəlirlər bu parça. Bəli uşaqlar. Mirdamadın bir daha parça vardı, o həddə tanınmayıbdır. Bir daha da burada polis həbzi vardı. Tənha poli, tamam feleziye, bilmem hara. Bəli, kullən feleziye də tazanlıqla neonlar denibdi. Otoban gələndən gərdəşlərimiz, görürlər burada bir daha multitaler bizzat yaptı. Əlləz alması məlim çox. Şahgölün şəhəri bağlısın bağlayandan sonra bilmem ha, niyə hələ, o işim yoxdur. Bağlar bağa hələ o həddə okey olmamışdı. Bir zaman buranın şəhəri bağlısı bətər düşmüşdü Bursa. Oradan ehtimal var tanıyasız. Ya biləm çox xoşadı, şərafəti qiymətlər də qəşərdir. Bəzi yerlər vardı, bə əndazıya hər nəfər bir dana supermarket var, bəzilərdə də kollən yoxdur. Mirdamad cozu o yerlərdir ki, dolu da supermarketdir, məhalli uşaqlar. Bizdə tamamən parçalar qabil ehtiramda hər məhəllənin ki, vəli Mirdamadın parça ayrı bir izaddır. Bərabər bu ki, vaqən, məsələn, sübh gəlsən görəsən Hacı xanımlar gəliblər vərziş edirlər. Axşam gəlsən görəsən cavanlar kitabxanadan çıxıb da gəliblər istirahət. Dərkol çox təmiz parçadır, məhəlli uşaqlar, ayrı bir izad deyəmirəm.